Cabir müharibə başlayan gündə Cabir özünə yer tapmadı. Bunu birinci dəfə danışıram. Anam da, atam da buradadır. Gəldi dedi ki, mən ailəmi sənə tapışıram, mən gedirəm müharibəyə. Bunu həmin o insanlara deyirəm, o jurnalistlərə deyirəm, hansılar ki, bizim dalımızca danışırdılar. Deyirlər ki, siz keftəsiniz. Amma cəmaat orada savaşır. Bəli, cəmaat orada savaşır. Siz hardan bilirsiniz Cabirin ürəyində nələr var idi? Hə? Dedim Cabir, sən necə desən elədir. Getdi. Amma dövlətiniz dedi ki, hələ sənin növbən gəlib çatmıyor Cabir. Sən gözləməlisən. Sonra ondan xəbərsiz mən də getdim. Amma onu heç dedim. Çünki bilirdim ki, mənə nəsə olsa mütləq mənim ailəmə başçılıq edəcək. Biz belə böyümüşük. Yenə də təməlimiz Süleyman Əsgərov tərəfindən qoyulur. Orada, Şuşada. Убери уже куртку.